Mən Amanova Pərvanə Bakı şəhərində anadan olmuşam. Evin yeganə övladı olmuşam. Daimi ailəm sevgi ilə məni böyüdüblər. Anam 5 ildə aramızda olmasa, atam eyni vəziyyətdə mənlə o tərzdə davranır. Hər gün səhər 6-da dururam. Mən işə hazırlaşıram. Mənlə bərabər atam da durur. Bu da mənim üçün bir motivasiyadır. Atam öz tövsiyələrin, xeyir duasını verir və məni yola salır. Bəzən mənə elə gəlir ki, atam üçün hələ də mən balaca bir uşağam. Valideynlərim daimi bildirirdilər ki, bir yaş həddimi keçəndən sonra ki, evin tək övladısan, yəni zaman, vaxt gələcək biz olmayacaq. Sən hər zaman özünə güvənməlisən və öz ayaqlarının üstündə durmalısan. İşə həvəslə gedirəm. Çünki orada mənim gözləyən kollektivim var, işçilərim var və öz işim var. Mən düşünürəm ki, güclü qadın həyatda savaşan bir qadındır. Düşüb, qalxmaqdan qorxmayan qadındır. Həyatın axarında batmamalıdır. Çalışmalıdır həyatın axarını öz əlinə götürməyə. Valideynlərimin uşaqlıqdan mənə etdiyi tövsiyələrə görə bugünkü gündə bu qədər zəhmətkeş və güclü bir qadınam. Hər bir insan işini sevməlidir. Mən özüm satıcılıqdan başlamışam və satıcı olduğum zaman belə mən xoşum gəlib ki, rəflərim, qiymətlərim və lazım olanda artıq belə qalıb, işlərimi tamamlayıb sonra çıxırdım. Bunu kiməsə görə eləmirdim, özümə görə eləyirdim ki, işimi mükəmməl təqdim eləyim. Mən 16-17 il təcrübəm var, başqa şəbəkələrdə işləmişəm və sonuncu şəbəkədən çıxdığım zaman CV verdim, 10 gündən sonra Araza çağırdılar. 2022-ci ildə mayın 20-si Nargilə Eki mağazasına administrator kimi işimə başladım. Bir ildə yaxın orada fəaliyyət göstərdim. Bir ildən sonra Xatay bir mağazasına, mini marketə mağaza müdürü kimi təyinat aldım. Tam bir ildən sonra Xatay 8 supermarketinə mağaza müdürü kimi təyinatımı aldım. Bugünkü gündə də həmin mağazanın müdürüyəm. İlk iş günüm yadımdadır. Hər bir insan kimi adaptasiya biraz çətin idi. Amma mehriban kollektiv qarşılamağı ilə başa düşdüm ki, mənli idi, işləyə bilərəm. Ən yadımda qalan ad günümdür. Yəni ad günümdə adi bir gün kimi gəlmişdim mağazaya. İstəyirdim bilməsinlər. Amma necə olmuşdusa bilmişdilər və sürpriz eləmişdilər. Mən düşünürəm ki, hər bir mağaza müdürü və təcrübəmə görə deyə bilərəm ki, əminliklə işçilərlə ədalətli olmalıdır, dürüst və düzgün olmalıdır. Mən mağazaya gəldiyim zaman səhər girirəm, hamı ilə salamlaşıram və görürəm hansısa bir işçinin kefi yoxdursa, mən onu araşdırıram. Niyə? Bunun kefi yoxdur. Evində problem varsa dəstək oluram. Harasısa ağrıyırsa, nə lazımdırsa tədbirini görürəm. Çalışdığım qədər işçilərə təkcə işdə yox, işdən kənar vaxtda da vaxt ayırıram. Misal üçün, işdən sonra istirahət günləri yığıb harasa aparıram. Hansısa bir rayona istirahətə gedirik. Hansısa bir yerə nahara gedirik. Və düşünürəm, hər bir müdür bunu eləməlidir. İşçi bilməlidir ki, mən müdürə ancaq işdə lazım deyiləm. Və hər zaman 7/24 işçilərimə telefonum açıqdır. Və işçilərim də bunu bilir. Desək ki, seçim eləsəydim yenə haranı seçərdim? Arazı seçərdim. Dediyim kimi, ədalətli olduğuna görə bu şəbəkə bir qadının həm həyat, həm karyeranı bir balansda saxlamaq şəraiti yaradır. İş həyatımda bir şey dəyişmək istəyərdim ki, bəlkə eləyə bilmirəm dediklərimi vaxtında eləyərdim. Və düşünürəm ki, o şübhələr olduğum içimdə bəlkə eləyə bilmərəm vara. Onlar bəlkə də biraz gecikdirir insanı. Özümü çox sevirəm, özümə çox hörmət eləyirəm. Özümə niyə minnətdaram? Çünki hər zaman güclüyəm, hər bir şeyin altından da çıxa bilirəm. Xanımlara tövsiyəm odur ki, bugünkü gündə yaşım keçib, işləməmişəm, çalışmamışam, onları düşünməsinlər, güclü olsunlar, hardansa başlasınlar və karyeralarını qursunlar. Araz şəbəkəsində xanımlar, elə xanımlar olub ki, 40, 45, 50 yaşında gəlib işləyiblər və özlərinə karyera qurublar. Siz də özünüzə inanın və cəsarətli olun.